Hamını salamlayıram. Buradan Ramazan bayramımız mübarək olsun. Telefonla niyə seçə bilmirəm? Çünki telefonla ekran kaydedici artıq bağlayıblar. Real biznes oyununu seçmək olmur. Yenə həmin hesabımdayım, amma telefonla ancaq öz kameramdan seçə bilərəm. Ekran kaydedici ilə seçmək olmur, oyun bağlayıb onu. Sizlərə bu oyun həm yeni gələn aksiyalar haqqında danışacağım sizə. Bir də ki, $20 bonus birisi vermiş mənə Real biznes. Bundan əvvəlki videoda paylaşmışam. Həmin bonusu sizlərdən birinə verəcəm, amma şərtim olacaq təbii ki. Deməli belə. Gəlirsiniz, burada referallarım var. Gördüyünüz kimi 45 nəfər keçib məndən. Hal-hazırda 45 nəfər məndən qeydiyyatımdan keçib. Amma elə balans artıran yoxdur. Deməli belə, mən linki qoyacağım aşağıda. Kim mənim linkimlə qeydiyyatdan keçsə, o yatırım kim eləsə, qeydiyyatdan keçib yatırım eləyən kim olsa, onlardan birini seçib $20 ona verəcəm. Ya $20 bir nəfər verəcəm, ya da 2 nəfərə $10 verəcəm. Yəni belə. İstəyənlər linki qoyacağım aşağıda. 45'dir. Mənim referallarımın sayı hardasa 60, minimum 60 olandan sonra paylaşacağım. Qalibi seçəcəm. Amma yenə də deyirəm, mənim linkimlə keçib oyunu yatırım eləməlisiniz. Minimum $5. Bildiyiniz kimi təzə oyuna ticarət gəlib. Bundan da danışım sizə. Hal-hazırda bura hazırlanır. Yəni mən əvvəlki videolarda demişəm. Baxanlar bilir. Yəni bir sonra mayda demişdilər ki, bina almaq olacaq onlayn şəkildə. Yəni siz məndən ala bilərsiniz bina, mən sizdən ala bilərəm. O da necə olacaq? Mənim təxminlərimə görə bilmir. Deyək mən oyunu buraxmaq istəyirəm. Artıq oynamaq istəmirəm. Almışam bunu $60. Biraz da hardasa ziyanımı yarısını çıxartmışam da, bu pulların yarısını çıxartmışam qoyduğumu. Alacağım $60 almışam, bu satacağım mən deyək aylıq $30 verəcəm. Satacağım bu $40 və yaxud $30 ya da və yaxud bunların hamısını. 5 dənəsini satsam $150. Verəncisi satacağım. İstəyən də alacaq və yaxud həmsinin ola bilər baha sata bilim. Bu bina yoxdur. Mən $60 almışam, $30 verir. Aksiya gəlməsə bundan sonra və ehtimal mən bunu baha sata bilərəm. Həmçinin bunu $50 almışam, $30 verir aylıq. Aksiya gəlməsə mən bunu baha sata bilərəm. Çünki şəhərdə, marketdə bahadır olar. Belə deyək, marketdə $50 alsaz, indi $40 düşüblər. $50 alsaz $19 verir. Amma mən $50 almışam, $30 verir. Gəldi bu yeni binalara. Aksiya odur ki, gördüyünüz kimi $10 alsaz, aylıq sizə $5.14 verir. Yəni ki, 2 dənə alsaz $10 yatırsınız, $20 yatırsınız, 2 dənə alsaz, 3-cü hədiyyədir. Aylıq sizə $15, 2 aya siz qoyduğunuz pul və $10 xeyirlə çıxırsınız. Mən yenə də $50'lıq yenə xoşuma gəldi. $50 alırsan, $30 aylıq sənə qazanc verir. Yəni $100 yatırsanız, bir aya buradan $90 qazanırsınız. Qalır ziyan $10. Onu da ki, $3 verdiyinə görə bu gündəlik $3 verdiyinə görə siz onu da 3 günə pulu çıxarsınız. Yəni bir ay 3 günə siz bu xərclədiyiniz pulu çıxardırsınız. Təbii ki, $250 daha sərf edicidir. Keçən videoda demişdim. Yəni $250 alsaz 360 dollar, $320, o da ki 160. $480 edir. $486, $87 edir. Siz hardasa bir aya demək olar çıxardırsınız bura qoyduğunuz pulu. İkinci ay buradan qabaq sizdən işlərdirsə 480, yəni qrubu desək $500 qabaq olursunuz. Başqa desə qalmır. Kompüterdə dedim də nəyə görə çəkdiyim. Çünki artıq telefonla ekran kaydı eləyə bilmirəm. Çünki oyun icazə vermir artıq buna. Uzatmayacağım. Yenə deyirəm, çəkilişdə 60 nəfərə minimum çatandan sonra bu referalların sayı $20 sizin aranızda böləcəm. Amma yenə də deyirəm, kim mənim linkimdən keçib qeydiyyatdan yatırım eləsə onlar qazanacaq. Deyək ki, burada 10 nəfər yazılıb adı.
Burada da yatırımlar, 10 nəfərdən birini seçəcəm.